Xəndək döyüşü ikinci hissə. Əmir ibn Əbdəvət kimi məşhur döyüşçülər xəndəyi keçib döyüşə girdilər. İmam Əli əleyhissalam bu döyüşdə Əmir ibn Əbdəvət kimi güclü bir qəhrəmanı təkbətək duel zamanı öldürdü. Peyğəmbər sallallahu buyurdu: Əlinin xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Düşmən ordusu uzun sürən mühasirə, aclıq və soyuq səbəbindən zəifləyərək geri çəkilir. Allah tərəfindən göndərilən güclü külək və qorxu Quran-ı Kərimdə Əhzab surəsində qeyd olunur. Düşmənin ruhdan düşməsinə səbəb oldu. Müsəlmanlar bu döyüşü müdafiə ilə qazandılar, lakin itkilər az oldu. Bu döyüşdən sonra Mədinəyə böyük hücumlar olmadı və müsəlmanların mövqeyi daha da gücləndi. İmam Əli əleyhissalamın Əmir ibn Əbdəvət üzərində qələbəsi İslamın qorunmasında həlledici rol oynayıb. Peyğəmbər sallallahu bu döyüşdə İmam Əlinin fəzilətini bir daha bütün müsəlmanlara bəyan etdi.